Salam, bugün gəlmişəm sizə shadowing metodu haqqında danışmağa. Uşaqlar, shadowing nədir? Sən bir videoya baxırsan və bu videodakı dialoqları, cümlələri sən eyni zamanda o insandan təkrarlayırsan. Yəni kölgələnmə metodundan istifadə edirsən. Bu metodun əsas yaradığı şey odur ki, bildiyiniz kimi danışıq eyni zamanda düşünməklə yanaşı bir hafıza, yəni kas hafızası deyir türklər, Azərbaycan dilinin əzələ xatirəsi deyə bilərik. Tam bilmirəm termini. Və siz danışdıqda artıq ağzınız bilir ki, necə hərəkət etmək lazımdır. Bu shadowingdə həm ona işə yarayır ki, siz artıq cümlələri düşünəndə səlis bir şəkildə ağzınızdan çıxarda bilirsiniz. Çünki ağzınız bilir ki, nə etmək lazımdır, hansı hərəkəti icra etmək lazımdır. Eyni zamanda bu sizin tələffüzünüzə də çox işə yarayır. Məsələn, siz bir sözün tələffüzündə 2 səhv edirsiniz, amma o insan sizə düzünü dəfələrlə dediyi üçün onu mükəmməl deyəcək səviyyəyə qədər təkrarladığınız üçün sizin eyni zamanda tələffüzünüz də düzəlir. Bu arada ağzımda yara var, ona görə qəribə danışıram, üzrlü sayın indi də. Mən necə shadowing edirəm, nə üstünə shadowing edirəm? İndi bura qeyd edirəm böyük ehtimalla. Eləməsəm də açıqlama yazacağam. TEDx-dən eləyirəm. Shadowing üçün bir dənə kanal istifadə edirəm. Onu YouTube kanalında bölüşmüşdüm, amma altı yazaram, adını xatırlamıram bu dəqiqə. Bir dənə adamdır və shadowing elətdirir. Ondan sonra English faylın mən cümlələrini, listeninglərini shadowing eləyirəm. Mən də shadowingi belə eləyirəm. Cümləni eşidirəm, anlamadığım sizə transkriptdə açıb oxuyuram, nə deyir. Ondan sonra onu səlis bir şəkildə deyə biləcəyim səviyyəyə qədər onu deməyə davam edirəm. What's your name? 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 Belə. Ümid edirəm faydalı olmuşdur sizin üçün. Daha çox belə faydalı içərik çəkmək istəməyi unutmam. Hələlik.